Günümüz dünyasında medya ve sosyal ağların çocuklarımızın dini kimliğini ve imanını hedef aldığı bir ortamda Zehra TV güvenilir bir medya kuruluşu olarak ailelerin yanında yer alır. Dini terbiye için, iman ve maneviyatın güçlenmesi için Kur'an ve Ehl-i Beyt ekseninde. 14.000 üyeli kulübümüze aylık üyelikle bu küresel medyanın istikrarına ve sürekliliğine destekte bulunur. Bu bir harcama olarak değildir. Aydınlık bir geleceğin inşasına bilinçli ve sürekli bir ortaklıktır. Şimdi bu nura siz de katılın. İsmin ve soy isminizi yazın ve 14.000 üyeler kulübünün yeni üyesi siz olun. Bismillahirrahmanirrahim. Həmd olsun o Allaha ki, haqqı yarattı. Amma haqqın müdafiəsini insanın vicdanına tapşırdı. Salam olsun Peyğəmbərin ciyərparəsi, vəhiy ilə böyümüş qızı Həzrəti Fatimə-tü Zəhra salamullahi əleyhaya. Salam olsun siz əziz və dəyərli türk dilli soydaşlarımıza, bütün dünya üzrə olan türk dilli soydaşlarımıza. Sizləri bu müqəddəs Kərbəladan 6 imamlara qucaq açmış şiyələr, tolerant şiyələr ölkəsindən və canlı yayımdan 14.000 abunəçi proqramından mən Zeynəb Əlizadə bir daha səmimi qəlbdən salamlayırıq. Xoş gəldiniz bizim bu verilişimizə. Əsl həqiqətdə bu sizin bir verilişinizdir. Bu sizin şəbəkənizdir. Hər birinizi bu proqrama zəng edərək, qoşularaq, Əhl-i Beyt əleyhisselamlara, Seyyid-i Şühədaya, bu müqəddəs fəzadan, mənəvi fəzadan salam verməyinizi və ziyarət etməyinizi tövsiyə edirəm və sizləri bu hal-hazırda ekranda gördüyünüz əlaqə nömrəsinə zəng etməyə və bu proqrama abunəçi olmağa, üzv olmağa dəvət edirəm. Söylediğimiz kimi, söz verdiğimiz kimi dünən Fədək mövzusunun haqqında danışmaq istəyirdim və bu mövzuda olan bir nüansa toxunmaq istəyirdim və istəyirəm ki, ərz edək xidmətinizə ki,
Fədək bildiyimiz kimi Həzrəti Peyğəmbər Rəsulullahın qızı Həzrəti Fatimə salamullahi əleyhəyə hədiyyə etdiyi bir miras idi. Əslində həqiqətdə onun haqqı idi. Lakin təəssüflər olsun, bu haqq onun əlindən alındı. Amma nə oldu? Peyğəmbər dünyadan köçəndən sonra Fatimənin əlindən atasının hədiyyəsini zorla aldılar. Bu zaman Fatimə-i Zəhra susmadı. O yalnız məsciddə xütbə oxudu və hər kəsi ona bu haqqın müdafiəsində yardım etməyə dəvət etdi, çağırış etdi. Tarixi mənbələrdə qeyd olunur ki, Əli əleyhissalam ilə birlikdə Mədinədə cəmaatın evlərinə gedərək onlara moizə etdi. Haqqı müdafiəyə çağırdı. Dedi, dünya Peyğəmbərin dünən Peyğəmbərin yanındaydınız, amma bugün niyə susursunuz? Bugün haqq tapdanır. Sabah sıra sizə də gələ biləcək. Amma qapılar onun üzünə bağlı qaldı, amma ona cavab vermədilər. Onun haqqını müdafiəsini təsdiqləmədilər. Hər kəs sustu. Haqqı görərək sustular. Bugün də eyni zamandır, tarix təkrar olunur. Bugün də biz bu müqəddəs Kərbəladan, bu müqəddəs fəzadan, Həzrəti Fatimə-i Zəhra salamullahi əleyhanın adına olan bu mötəbər, müqəddəs, şərəfli bir şəbəkədən sizlərə haqqın müdafiəsinə və bu nurun bütün dünyaya yayılması üçün hər birinizə dəstək olmağa, abunə olmağa, bu şəbəkəyə üzv olmağa və öz maddi yardımlarınızı infaq etməyə və köməkləşməyə, paylaşmağa dəvət edirik. O gün heç kim ayağa qalxmadı, heç kim Zəhranın çağırışına cavab vermədi. Bugün biz Həzrəti Fatimə Zəhra salamullah əleyhanın Əhl-i Beyt yolunun davamçıları olaraq biz də haqqın müdafiəsinə sizləri çağırırıq. Biz də bu haqq kəlamların dünyaya yayılması üçün çalışırıq. Əlimizdən gələni etməyə canı dildən çalışırıq. Birər-birər vəhdətlə gəlin, əl-ələ verək və bu müqəddəs studiyanı, bu müqəddəs fəzanı daim dünyaya çatdırmaq, daim bu gözəllikləri xidmətinizə təqdim etmək üçün bir vəhdətlə çalışaq. Sizlər də olduğunuz bir nöqtədən, harada dünyanın harasında olursunuzsa olun, Zəhra TV şəbəkəsini və bu müqəddəs Kərbəla fəzasını daim görməyə və haqqı səsini eşitməyə dəstəkçi olun və 14.000 abunə proqramına üzv olun. Hal-hazırda ekranda gördüyünüz əlaqə nömrəsini zəng edin. Üzv olan əzizlərimizə xitabən müraciət edib bildirmək istəyirik ki, olur da üzv olmusunuz, amma yenə də eybi yoxdur. Lütfən bu nömrəni öz dostlarınıza, tanışlarınıza, qrupda olan yoldaşlarınıza göndərin və onlarda tövsiyə edin ki, hal-hazırda canlı yayım davam edir və bu canlı yayımda biz onların zənglərini və üzv olmaqlarını gözləyirik. Hal-hazırda ekranda əlaqə bağlantımız var. Buyurun, salam edirik xidmətinizə. Nişanə xanım Hüseynova Azərbaycandan. Buyurun, eşidirik sizi. 14.000 abunə proqramına, canlı yayımına xoş gəldiniz. Çox sağ olun, selamun aleykum, Allah razı olsun. Buyurun, ziyarət edin. Salam olsun ağam İmam Hüseynə, salam olsun ağam Əbbasa. Allah sizlərdən razı olsun, bu verilişi təşkil eləmişsiniz. Allah'a verin İmam Hüseyn ağanın hörmətinə bu 14.000 abunə proqramı. İnşallah ki, abunəçilərin sayı çox olsun, şiyələrin sayı çox olsun, İmam Hüseynlərin səsi çox gəlsin. Əl-Zəhra TV bu kanal bütün evlərdə parlasın, bütün evlərdə yayınlansın. Hər kəs bu kanalı izləsin və abunə olsun. Allah'a verin İmam Hüseyn ağanın hörmətinə, Allah Teala İmam Zaman ağamızın zuhru nazil eləsin, təzil eləsin, o ağanın əzəmətli qəlbini bizlərdən razı eləsin. Amin inşallah. Allah'a and verin İmam Hüseyn ağanın hörmətinə. Bu verilişə zəng eləyən tamaşaçılar, yaxınlarımız, ətraflarımızda bu verilişi yığan hər bir kəsə Allah'tan İmam Hüseyn ağanın ziyarətini arzulayıram. Tez bir zamanda İmam Hüseyn ağanın ziyarəti nəsib olsun arzusunda olan hər bir kəsə.
Biz də sizin İmam Hüseyin dualarınıza ağamızın- qoşularaq amin deyirik. Xoş diləklərinizə, xoş niyyətlərinizə görə və verilişə zəng edib dəstəkçi üzv olmağa, dəstəyinizə görə təşəkkür edirik. Allah sizdən razı olsun. Allah ziyarətinizi qəbul etsin inşallah. Nişanə xanım, sizdən bir ricamız var. Lütfən əlaqə Bəli, nömrəsini buyurun. öz dostlarınıza, tanışlarınıza, dünyanın harasında olursa olsun bildiyiniz dost tanışlara göndərin və onlardan rica edin ki, hal-hazırda əlaqə yaratsınlar canlı bağlantıya və üzv olsunlar və söyləsinlər ki, bu nömrəni bizə əlaqə yaratmağı bizə Nişanə xanım tövsiyə etdi. Biz də həm sizin adınızı, həm onların adını Həzrəti Seyid-i Şühadanın Ya Hüseyn adlı bu mübarək bayrağının üzərinə yazaq. İnşallah, inşallah. Mən öz yaxınlarıma da və əlaqəm olan hər bir kəsə tövsiyə edirəm. İnşallah ki, abunə sayı çox olar. O qədər çox olar. İnşallah. İmam Hüseynçilər çoxdur. İnşallah ki, bəzi adamlar var, məlumatı yoxdur və bizlər Bəli. də tanış edirik. İnşallah ki, Doğrudur. şey olar. Mən sizdən xahiş eləyərdim ki, mənim də yoldaşımın da adını bayrağa qeyd eləyərdiniz. Düz ki, abunə olmuşuq. Çox gözəl. Bizim ekip arkadaşlarımızdan rica edək mənə bir yazı qələmi gətirsinlər. Yazı qələmi gələn Allah kimi sizdən mən razı sizin adınızı olsun. oraya yazaram. Allah razı olsun. Mən yoldaşımın da adını istəyərəm yazarsınız. Ziya Əlioğlu, Nişanə Hüseynova. Oldu. Mən hələlik onu burada qeyd edirəm. İnşallah yazı qələmimiz gələn kimi mən onu sizlər üçün bayrağın, müqəddəs bayrağın üzərinə yazaram. Çox sağ olun, Allah razı olsun. Allaha and verirəm İmam Hüseyn ağanın hörmətinə, cəm şiyyələrin, cəm möminlərin, İmam Hüseynçilərin Allah adın İmam Hüseyn ağanın dəftərinə qeyd eləsin. İlahi, amin. Allah dünya və axirət bizləri ağamız Hüseyndən ayrı salmasın. Allah bizlərdən razı olsun. Bu verilişi Allah Taala uzun ömürlü eləsin. Hüseynçilərin səsi İnşallah. çox gəlsin. Abunə haqqı çox olsun. Biz özümüz də yaxınlarımıza, yəni münasib bildiyimiz adamlara, tanışlarımıza bu verilişi, bu nömrələri car vermişik ki, inşallah ki, onlar da əlaqə saxlayarlar. Abunəçilər çox Təşəkkür olar. edirik. Allah sizdən razı olsun. Hal-hazırda isminizi yazıram. Çox sağ olun. Allah sizdən razı olsun. Ziya Əlioğlu, Nişanə Hüseynova. Allah sizdən razı olsun. Allah sizi var eləsin. İmam Hüseyn ağanın o mübarək qəlbini Allah sizlərdən razı qərar versin. Allah iştirakınızı mübarək eyləsin inşallah. Allah dualarınızı qəbul etsin. Zəngə görə bir daha təşəkkür edirəm və digər növbəti zənglərinizi bu müqəddəs fəzadan gözləməkdəyik. Bəli, anlatmaq istədiyim mövzu əsas və həssas bir mövzu fədəh idi. O zaman heç kəs Həzrəti Zəhra salamullahi aleyhanın o məzlumiyyətinə cavab vermədi və Həzrət məzlumcasına onun bu haqqının tapdalanmasına sanki izin verdilər. Haqqını müdafiə etmədilər. Heç kim Zəhranın çağrışına cavab vermədi. Heç kim evdən biz varıq səsi gəlmədi. Fatimə-i Zəhra salamullahi aleyha tək qaldı. Məzlum qaldı, amma haqlı idi və haqla qaldı. İmam Əli əleyhissalam buyurur, haqq tanınmadıqca batil güclü görünər. Haqqı tanıtmaq lazımdır. Haqqı dirçətmək lazımdır. Haqqı dirçətmək üçün bir-birimizin möminlərin vəhdətinə və bir-birlərinə arxa dayaq olmasına və bir-birlərinə kömək etməklərinə, yardımcı olmaqlarına həqiqətən də hər zamanda tarixin hər yönündə ehtiyac vardır. Buna çox böyük bir dəstəyə ehtiyac vardır. Əziz mömin, Zəhra salamullahi aleyha o gün bir şey istəmirdi. O nə var dövlət istəyirdi, nə hakimiyyət. O haqqın tanınmasını istəyirdi. Amma cəmaət sustu, qorxdu, rahatlığını seçdi. Hal-hazırdakı günümüzdə də bu davam edir. Bəzən insanlar öz şəxsi mənafeylərinə görə haqqı görməzdən gəlirlər. Amma biz Zəhra TV
salamullahi aleyha adına və Həzrəti Fatimə Zəhra salamullahi aleyha adına bir daha bu tarixi sizlərə yad edirik. Bir daha bu xatırlatmanı yad edirik ki, fürsətlər buludlar kimi tez soğuşub əldən gedir. Bu fürsətləri xeyrinizə dəyərləndirin, səssiz qalmayın, haqqı dəstəkləyin, haqqı müdafiə edin və bu nurun, bu Əhl-i Beyt nurunun 14 min iştirakçı, abunəçi proqramının davamlı olmasına və daima bu kameraların bu müqəddəs, bu gözəlliyi sizlərə göstərə bilməsinə üçün dəstəkçi olun, abunəçi olun, kömək edin və yardım edin. Hər kəs bir anlıq dayansın və düşünsün. Bugün Zəhranın salamullah aleyhanı kim danışdırır? Onun məzlumluğunu kim anladır? Fədəyin həqiqətini kim qoruyur? Bu kanal Fatimənin səsini yaşadır, haqqı tərifdən qoruyur, Əhl-i Beyt maarifini yaşadır. Amma bu yolda da dəstək istəyir. Bu öz-özünə başa gələn bir iş deyil. O gün Həzrəti Zəhra salamullahi aleyhanın üzünə qapı açılmadı. Amma bugün haqq mediasına sahib çıxmaqla siz dəstəkçi olun, siz haqqı təsdiqləyin, müdafiə edin. O gün Həzrəti Fatimə Zəhra salamullahi aleyhaya cavab vermədilər. Bugün Zəhranın adını daşıyan kanalı tək qoymayın. Quran buyurur, zalimlara meyl etməyin, yoxsa sizə od toxunar. Hud surəsi 113-cü ayə. Susmaq da bəzən meyl etmək kimidir. Hal-hazırdakı bu dəstəyiniz isə bu gündən, bu studiyadan Fədəyə gecikmiş bir cavab olacaqdır. Çünki tarix təkrarlanır. Hər kəs bir növ imtahan verir, imtahan olunur, sınaq olunur. Bugün də bu müqəddəs fəzadan, Əhl-i Beyt adına olan bu mübarək studiyadan, proqramdan sizlərə çağırış edirik. Sizlərin dəstəklərinizi və cavablarınızı gözləməkdəyik. Əziz mömin, bacı və qardaşlar, Zəhra TV-yə verilən dəstək, maddi dəstək bir ianə deyil, bir bağış deyil, bir mövqeydir. Hətta bununla siz öz mövqeyinizi də təyin edirsiniz. Necə ki Allah Teala buyurur, İmmə şəkirən və immə kəfura. Ya istəyirsiniz şükür edənlərlə olun, ya istəyirsiniz kafirlərlə. Hal-hazırda digər bir bağlantımız var. Buyurun. Bugün Azərbaycandan Teybə xanım Əliyeva canlı bağlantıdadır. Buyurun, xidmətinizə salam ərz edirəm. Proqramımıza xoş gəldiniz Teybə xanım. Buyurun, dinləyirik sizi. Xoş gününüzə gələk. Biz də sizi salamlayırıq. Əhl-i Beyti salamlayırıq. 14 məsumu salamlayırıq. Əvvəlfəz ağamı salamlayırım. İmam Hüseyin ağamı salamlayırım. Xanım Zeynəbin hörməti xatirinə bizləri xanım Zeynəbə nökər eləsin. Oraları biz gəlmişik, görmüşük. Allah Teala bir də nəsib qismət eləsin. Biz sizin kanalınıza həmişə baxırıq. Allah köməyiniz olsun. Biz də sizə dəstək oluruq. Mənim də adımı İmam Hüseyin bayrağına yazın. Adım Təybədir. Oğlumun da adını zəhmət olmasa yazarsınız. Onu İmam Hüseyin aşiq olsun. İmam Hüseyin zavvar olsun. Adı Orxandır. Biraz müşkülləri var, sıkıntısı var. Sizdən ona intiması dualar istəyirəm. Qazalım, siz də dua eləyin. Balamın işləri vand olsun. Düzəlsin inşallah sizə apatlayana abinə olsun. 14 məhsuma həmişə dəstək olsun. İlahi, Allah köməyiniz olsun. Allah sizdən razı olsun. Bu kanalı açanlara kömək olsun. Sizə güc qüvvə versin. Bizlər də sizə dəstək olaq. Çox sağ olun. Məhsuma xatir Allah Teala bütün müşkildə darda olanları dardan çıxarsın. İlahi, amin. Da xəstədir, adı Malikdir. Ona da dua eləyin, dualarınızda ehtiyacımız var. Dardan alıb bizim də adımız o bayraqda yazgınan Orxan, Təybə, Malik. İnşallah işlərimiz divanda olsun. Sizə çoxlu dəstək olaq, abinə olaq inşallah. İnşallah sizlə etdiyiniz bütün dualara qoşularaq biz də bu müqəddəs fəzadan amin deyirik. Allah Teala qəlbinizdəki arzu diləklərinizə sizləri nail etsin. Lütf edib zəng etdiniz. Təşəkkür edirik və sizin adınızı, sifariş etdiyiniz adınızı
və əzizlərinizin adını sizin niyyətinizə bu müqəddəs bayrağın üzərində yazırıq. Bəli, əzizlərimizin adlarını bu müqəddəs bayraq üzərinə yazdıq. Bildiyimiz kimi bu müqəddəs bayraq ilk öncə bura gətirilməmişdən öncə Həzrəti Seyyid-i Şühəda əleyhissalamın mübarək zərihinə təbərrük niyyəti ilə sürtülmüş və gətirilmiş bir bayraqdır. Allah Teala hər kəsin qəlbində nə kimi hacəti var bir haqqı Seyyid-i Şühəda əleyhissalama xatir qəbul etsin inşallah. Əzizlərimiz, bildiyimiz kimi mən bir daha yenə də Fədək hadisəsi ilə bu verilişi davam etdirmək istəyirəm. Söylədiyimiz kimi Zəhra TV-yə verilən maddi dəstək bir ianə deyil, bəlkə də tanınan və intixab olunan bir mövqedir, bir cəhətdir. Quran ayəsində söylədiyim Allahın buyurduğu kimi İmmə şəkirən və immə kafura, ya istəyirsiniz şükür edənlərlə olun, ya istəyirsiniz ki kafirlərlə birlikdə olun. Bu tarix qarşısında bir cavabdır. Bu o deməkdir ki, ya Fatimə, biz sənin çağrışını eşitdik. Gecikdik, zamanla gecikdik. Öz dönəmimizdən hal-hazırdakı sizin dönəminizə yenə də bir dəstək olaraq Ləbbeykə ya Fatimə-tü Zəhra salamullahi əleyha demək istəyirik. Amma bugün susmuruq. İmam Sadiq əleyhissalam buyurur, bizim haqqımızı tanıyan və onu müdafiə edən bizdəndir. Gəlin biz də və siz də birlikdə bir-birimizə dəstək olaraq, arxa dayaq olaraq Əhl-i Beyt əleyhissalamların yolunu yaşadaq, onların nurunu yaşadaq və bütün dünyaya yayılmasını və gələcək nəsillərimizə bir əmanət olunmasını, qorunmasında kömək olaq və Allah Teala bu xeyirxah əməllərimizi nameyə əməlimizə yazsın və 14 məsum əleyhissalamların yanında əmanət olaraq qoysun və heç vaxt şeytan vəsvəsinə və şeytanın zəvalına uğramasın və qiyamət günündə bu əməllərinizi, gözəl savab əməllərinizi, bu bağışlarınızı, bu infaqlarınızı, bu dəstəyinizi sizlərə və bizlərə geri dönüşdürsün gözəl şəkildə inşallah. Əziz mömin, Fədəkdə qapılar bağlandı, amma bugün o qapı açıqdır və məhz bu müqəddəs fəzadan, Kərbəla fəzasından zəng edə bilərsən, abunə ola bilərsən, dəstək verə bilərsən. Bugün Zəhranı, Zəhra salamullahi əleyhanı tək qoymamaq mümkündürmü? Susmaq mümkündürmü? Unutma, Zəhra TV-yə dəstək, Fədəkdə cavabsız qalan çağırışa bugün verilən bir cavabdır. Sallallahu aleyki ya Həzrəti Fatimə-tü Zəhra salamullahi əleyha. Ümid edirəm ki, məni dinləyən əzizlərimiz də bu dəstəyə qoşulacaqlar və söylədiklərimizlə tam razıdırlar və elə isə zənglərinizi gözləməkdəyik və sizdən ricamız budur ki, əlaqə nömrəsini dost tanışlarınıza göndərin. Hal-hazırda bu müqəddəs fəzada zənglərinizi gözləyirik. Buyurun, ziyarət edin. Gəlin sizlərə tam, hiss olunan bir misal çəkim. Ola bilsin ki, neçə gündür bu qəhvə fincanını və bu qəhvəni zərfini burada görürsünüz. Ola bilir, düşünərsiniz ki, bu nə üçündür? Ola bilsin ki, bir dekor olaraq da istifadə oluna bilər. Amma bu hiss olunan bir misaldır. Bu günləri biz müəyyən saatlarımızda, gününün müəyyən saatlarında qəhvə alıb içirik. Təxmini qiyməti ola bilsin ki, $1-dır. $1 civarında, bəlkə daha çox. Bəlkə bir dəqiqəyə içib qəhvəni bitiririk. Ləzzəti də elə o anda bitir. İndi müqayisə edək. Bu televiziya şəbəkəsindən hər bir dəqiqənin istehsal və yayım xərci $10-dır. Yəni bu qəhvənin pulu təxminən 6 saniyəlik Zəhra TV əleyhissalam telişəbəkəsinin adının qlobal ümumdünya yayımına bərabərdir. Qəhvə bitir, bəs o 6 saniyə. O 6 saniyə Avropanın şəhərlərinin birində bir gəncin ürəyinə təsir edə bilər. Sidneydə
dünyanın bir çox ölkələrində bir ananın qəlbinə toxuna bilər. Onların könlünü Əhl-i Beytə rəqqətə gətirə bilər, Əhl-i Beytə qarşı məvəddəti bir fil qurbaya yarada bilər. Hamburqda bir aşiqin gözünü yaşada bilər və orada əbədiyyət yaradar. Kim bir qəhvənin pulunu verib 6 saniyəlik əbədiyyətin sahibi olmaq istəyər. Mən bu gecə xərclə investisiyanın fərqini bilən ağıllı və bəsirətli və qeyrətli mömin insanları axtarıram və onlara səslənirəm. Yardım edin və malınızı İslam dini və Əhl-i Beyt maarifinin dirçəlməsi yönündə paylaşın. Dünya paylaşdıkca gözəlləşər və abadlaşar və ədalət bərqərar olar. Əziz izləyicilərimiz, bildiyimiz kimi mənə ayrılan vaxt hələlik sona yetir, amma hal-hazırda studiyamızda verilişimiz davam edir. Buyurun verilişi izləyin. Çox hörmətli qari Molla Rəsul Türkməni qardaş sizin xidmətinizdə olacaq. Buyurun verilişi izləyin. Girdik bir kapısından inşallah bu da Allahümme salli ala Muhammedin ve ali Muhammed. Vaktiniz hayırlı olsun, hayırlı akşamlar olsun üstünüze inşallah Teala. Bütün bizi izleyenler dünyanın bütün yerinden, İran'dan, Irak'tan, Türkiye'den, Azerbaycan'dan, bütün İmam Hüseyin aşıkları, bütün İmam Hüseyin aleyhisselamı sevenleri, diyelim Kerbela yerinden Allah amaliniz kabul eylesin. Bugün farklı bir şekilde sizin istirik hizmetinizde olağın, o da ki bilintirağın size bizim bu mübarek kanalımızın binayesinden sizlere hizmet eyler. Buyur kardeş gireğin içeriye. Bakağın burada neyimiz var inşallah Teala. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bu bizim binayemizdi ki gelendeyiz bura. Sizleri kanşarlarıq, sizleri bekliyoruz. Sizleri gönülden beklirik. Allah amaliniz kabul eylesin ki bura ulaşasınız ki bizim bu kapı daimen açıqdır inşallah sizler için. Gelen burada bakağın bu arkadaşlar burada ne şekil sizlere hizmet eylirler ve ne şekil sizleri gözlürler yürekleriyle inşallah Teala. Allah amaliniz kabul etsin cemiyen bizim ve sizin de inşallah burada arkadaşa bir selam verağın ki bakağın burada neler eylirler. Selamun aleyküm. شلونكم استاذنا؟ شلون صحتكم؟ اخباركم؟ ان شاء الله زينين، الله يحفظكم ان شاء الله تعالى. الله يحفظكم ان شاء الله وما تقصرون، جزاكم الله الف خير. استاذ العزيز انتم جماعه من يجون ان شاء الله تعالى من جميع انحاء العالم خلينا نقول. وان شاء الله احنا قاعدين هنا استقبال والترحيب. شلون تستقبلون الجماعه من يجون خطار يمنا خلينا نقول. اول شيء هم جايين خطار لبا عبد الله، بعدين احنا قلوبنا مفتوحة، بوبنا مفتوحة إن شاء الله تعالى. شلون تستقبلون الزوار والخدام إن شاء الله؟ والله الزائر أو المشترك اللي عندنا هنا أو المتبرع اللي يجي للقناة بس ما يطب يعني يجي يمنا يوم. نعم. حاليا احنا نستقبله قسم الاستعلامات نستقبله فيجلس هنا يمنا فنوضح له الفكرة بأنه شنو مشاريعنا شنو أعمالنا هنا. بعد هو يوم يتبرع اللي يحب يتبرع اللي يحب ياخذ تبرك عندنا بركه من القناه نعطيه او من سفره ام البنين بركه اكو نعطيه نوضح له الفكره حاليا يعني حسب ما اللي هالموجود يعني القنوات كلها اللي ب6 لغات 5 لغات تقريبا ان شاء الله. Bu ağa burada konuşur ki diğeri biz gelenleri burada gevlimiz açıqdı ve kapı açıqdı. Güzel sözlerden kanşarlar gözlerden güzel şekilde bekliyoruz özlerin. O kimseler ki gelirler bura mübarek mallarından bizlere müşterik olurlar bizlerden ki bu dedik sizlere sizin inşallah bize el ele vermekizden ki bu kanal
bu mübarek Zahra kanalı ki bu binayede 5 kanal var. İmam Hüseyin Aleyhisselam'ın kanalı Arapça, İmam Hüseyin Aleyhisselam'ın kanalı İngilizce, İmam Hüseyin Aleyhisselam'ı Ordu dilinde, İmam Hüseyin Aleyhisselam'ın kanalı Kur'an okumağında ve bizim de orada kanalımız var. İmam Hüseyin Aleyhisselam'ın kanalı Fars dilinde. Bizim de kanalımız Zahra kanalı Türk dilinde hizmetinizde olar. Deyir o kimseler ki gelir bura, onları kanşarlarıq, güzel sözlerden ve onları da bekliyoruz gelsinler bura. O kimseler de ki deyir gelirler bura, o da bir yer muhassas eylemiş özleri için, o da bu sizin yerinizdir inşallah Teala. Gelirsiniz burada, danışırsınız, sizinle konuşarlar ve size anladarlar ki neler eylirler burada. Ne şekil sizlere hizmet eylirler. Ne şekil sizler için oturuplar burada bekliyorlar sizleri. Hatta ki sizlere hizmet eylesinler. Onun da üstüne deyiri bizlere ki o kimseler ki iştirak eylirler. Bizimle abuna olarlar. Onların da isimlerini burada yazarıq. Onlara da ayrı şekilde bir malumatlar vererek. Hatta ki bizimle daimi kalsınlar. Onun üstüne de deyiri bizim burada İmam Hüseyin Aleyhisselam'ın bereketinden bazı şeyler muhassas eylemiş özleri için onlara inşallah nasip olar. Onlara verirler ki hatta ki o bereketten de sizin nasibinize olar ki bu kapını çalsayız, bu kapıya geçseniz o bereketler de size nasip olur inşallah Teala. Rahmallahu aleyk sadnel aziz. Allah yahfazkum. Cezakumullah elif hayır. Allah yahfazkum inşallah. Çok sağ olasınız. Allah amaliniz kabul etsin. Geleğin bakağın daha ne var ki bizim kanalımızda. Buradan gideğin üste, bakağın üste ne şekil arkadaşlar hizmet eylirler. Sizler için otururlar ve danışırlar sizi için inşallah Teala. Şimdi gideğin üste. Allah amaliniz kabul eylesin. Həmd olsun o Allaha ki, qəlbləri nurla dirildir, qəlbləri sevgi ilə birləşdirir və insanı verdiyi ilə ucaldır. Molla Rasul Türkməni qardaşımızdan təqdim etdiyi reportajına görə təşəkkür edirik və o çalışdı ki, bu müqəddəs Kərbəlada bu fəzanı, studiyanın fəzasını sizlərə göstərsin və təqdim etsin və canlı olaraq sizləri bu ab-hava ilə aşina etsin, tanış etsin. İnşallah qismət olsun, sizlər də bu müqəddəs fəzanı hüzuri şəkildə ziyarət edəsiniz və gördüyünüz kimi arxamızdakı fonda da Həzrəti Seyyid-i Şühada əleyhissalamın müqəddəs və mübarək ziyarətgahıdır və hər zaman arzumuz budur ki, bu müqəddəsi, bu gözəlliyi, bu mübarək fəzanı sizlərə tanıdaq, göstərək və bu səbəbdən də 14.000 abunə proqramını təsis etdik və sizləri dəstəkçi olmaya, üzv olmağa və yardımcı olmağa bir daha səsləyirik. Bir daha Allahın salamı və salavatı olsun aləmlərin Rəsuluna, Həzrəti Muhammədə və onun qəlbi yaralı qızı Həzrəti Fatimə Zəhra salamullahi əleyhaya və o pək nəslə ki, 14 nur olaraq yeryüzünü zülmətdən qurtardılar və 14 nur olaraq bizlər üçün üsvə, bir örnək və lider olaraq qərar verildilər. Hal-hazırda əlaqə bağlantımız var. Buyurun, canlı yayıma qoşulun. Buyurun, Azərbaycandan Telman Neymatov qardaş, dinləyirik sizi. Selamun aleyküm hanım. Aleykümselam və rəhmətullah. 14.000 abunə proqramına xoş gəldiniz. Buyurun, ziyarət edin Seyyid-i Şühada əleyhissalamı. Biz toplandık bu kanala abunəyik. Biz bu kanalın rəhbərinə təşəkkür edirik. Bu kanalın rəhbərinə təşəkkür edirəm. Bildirirəm ki, bütün müsəlmanlara çağırış edirəm ki, bu kanalı dəstəkləyək. Allah sizdən razı olsun. Çünki müsəlman olaraq biz müsəlmanları birimizə kömək çağırmalıyıq. Tamamilə doğrudur. Ona görə ki, bizim ağamız, İmam Hüseyin ağa müsəlmanlar yolunda şəhid oldu. Hamını çağırıram ki, müsəlman olan və xanım Fatimə Zəhra salamullah anamızın düşmənlərini Allah lənət eləsin. İlahi. Allah yezidlərə lənət eləsin. İlahi amin. Biraz həyəcanlıyam, üzr istəyirəm.
Telman Bey, biz sizdən ricamız budur ki, lütf edin, əlaqə nömrəsini dostlarınıza, tanışlarınıza göndərin. Hal-hazırda canlı veriliş devam edir. Bizə söyləsinlər ki, zəng edib söyləsinlər ki, bu nömrəni Telman qardaş verdi və biz də üzv olmaq istəyirik. Bizim üçün bu böyük bir şərəf olar. Siz tərəfinizdən bizlərə bir lütf olar. Allah sizdən razı olsun. Buyurun, Seyyid-i Şühədə əleyhissalamı canı dildən ziyarət edin. Mən sizdən bir xahiş edirəm ki, qardaş, bilmiyorum, mənim adımı o bayrağa yazasınız, İmam Hüseynin bayrağına. Çox gözümüz Çünki üstündə özüm yazarıq biraz inşallah. Özüm xəstəyəm biraz. Allahdan şəfa diləyirəm. Və ağam Əbülfəzl Abbasdan da şəfa diləyirəm. İstəyirəm ki, Allah anamız, sizə şifa salamız, versin ağamız, inşallah. Hanımın tanısını Zəhra şəfa versin. Bütün xəstələrə Allah şəfa versin. Allah şifa versin. Kimlərin inşallah. ki, övladı yoxdur, onlara övlad nəsib eləsin İlahi inşallah. amin. O kəslər ki, xəstəsi var evində, bu dəqiqə seyr edir, baxır sizin kanalınıza. Allahdan onlara şəfa diləyirəm. Cəddin Peyğəmbərim onlara şəfa versin inşallah. Allah şifa versin inşallah. Biz də sizin arzunuza qoşuluruq və Allahdan diləyirik ki, bu dilədiyiniz bütün xəstələrə və bizi dinləyən, bizi izləyən bütün izləyicilərin evlərində olan xəstələrinə Allah Taala şifa, sihhət, salamatçılıq, afiyət və qəlblərinə huzur əta etsin. Bi haqqı Seyyid-i Şühədə əleyhissalam. Və sizin də adınızı bayrağın üzərinə yazıram və siz tərəfdən gələn zəngləri də gözləməkdəyik. İnşallah, inşallah, inşallah. İnşallah. Sizə təşəkkür edirəm bacım. Adınızı bayraq üzərinə yazıram. Yoldaşımın adını da yaz, oğlumun da. Yoldaşımın adı Zeynəb xanımdır, oğlumun adı Yaqub. Sizin adınızı qeyd etdik və sizin niyyətinizi də sizin niyyətinizə də daxil edirik. Yəni onların adlarını elə siz tərəfdən sizin niyyətinizə də daxil edirik. Allah ziyarətinizi qəbul etsin. Çox sağ olun bacım, çox sağ olun var olun. Allah razı olsun. Siz tərəfdən olan zəngləri gözləməkdəyik. Allah sizdən razı olsun. Əziz izləyicilər, bugün biz Həzrəti Fatimə Zəhra salamullahi əleyhanın yaralı qəlbli Həzrəti Fatimə Zəhra salamullahi əleyha və pak məsuma, 14 məsuma, onun bizlər üçün, Allah bizlər üçün qərar verdiyi zülmətdən bizləri, qaranlıqdan qurtararaq bizləri haqqa doğru ulaşdırdığı bu neymətə görə əvvələn Allaha həmd sənalar olsun ki, bizləri bu yolda, Əhl-i Beyt yolunda qərar verdi və Əhl-i Beyt yolunda xidmətçi olaraq qərar verdi və bizləri zülmətdən aydınlığa çıxartdı və haqqı batildən ayıraraq bizləri haqq tərəfdə durmağa nəsib etdi. Mən bugün də digər bir tarixi mövzuya da işarə etmək istəyirəm. Şeyb-i Əbi Talib. Yəqin ki, bunu tarixdən hər kəsə məlumdur. Bunu tarixi məsələləri anlatmaqda məqsədim odur ki, tarix daim təkrar olunur. O günlərdə olunan dəstəklər, o çətin dönəmlərdə olunan dəstəklər bu günlərdə də yenə də tarix davam edir və siz möminlərə səslənərək 14.000 abunəçi proqramına üzv olmağı və Zəhra kanalına dəstəkçi olmayı arzu edirəm. O səbəbdən bəzi tarixi məsələlərə, tarixi mövzulara da işarə edirəm ki, bir daha o gözəl zehinlərinizə aydınlıq gəlsin və bəsirətiniz daha da artsın inşallah. Şeyb-i Əbi Talibdən 14.000 abunəyə imanın, tənhalığın, sədaqətin, sərvəti və bugünün məsuliyyəti. Bugünün məsuliyyəti yenə də imtahan olaraq hər birimiz üçün davam etməkdədir. Əziz mömin və bacı və qardaşlar, bugün sizə yalnız tarixi danışmaq üçün çıxış etmirəm. Bugün tarixi vicdanınıza çağırmaq üçün, keçmişin imtahanını bugünümüzün məsuliyyətinə çevirmək üçün danışırıq. İslamın ilk illərində haqq hələ zəif görünəndə, Peyğəmbər salavatullah hələ ordularla deyil, qəlblərə sahib olanda, qəlbləri fath edəndə, müşriklər qərar verdilər ki, Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyhi və onunla birlikdə iman gətirənləri acılıqla, tənhalıqla, məhrumiyyətlə məğlub etsinlər. Və beləliklə tarixdə Şeyb-i Əbu Talib mühasirəsi yazıldı. Tarixə belə bir mühasirə də düşdü. Şeyb-i Əbu Talib nədir? Şeyb-i Əbu Talib bir məxsus dərənin adıdır.
ki ora Şeyb, yəni Əbu Talib əleyhissalamın adı ilə əlaqələndirilmişdir. Şeyb Əbu Talib zahirdə bir dərə kimi olsa da, lakin ora imanın həbsxanası, haqqın blokadası, insaniyyətin sınaq meydanı idi. 3 il çəkdi bu sınaq və gərgin aclıq vəziyyət. Qadınlar, uşaqlar, yaşlılar, aclıq o həddə çatmışdı ki, uşaqların ağlama səsi Məkkənin küçələrindən belə eşidilirdi. Nə ticarət edə bilirdilər, nə evlilik, nə yemək, nə dərman, hətta ətrafdakı insanlarla belə rabitə və əlaqələri kəsilmişdi. Bu müşküllər qərar vermişdi ki, bu müşküllər səbəb olmuşdu ki, heç kəs onlara yardım etməsin. Yəni müşriklərdən qorxurdular. Çox insanlar iqtidardan, iqtidar vəziyyətdən, iqtidar durumundan qorxurdular. Və əhl-i beytə, yəni orada həbs olunmuş, məhrum qalınmış, o gərgin aclıq halında tənhalığa tərk edilmiş Peyğəmbər və onun yarənlərinə qarşı biganə qalmışdılar. Bu sadəcə iqtisadi təzyiq deyildi. Bu imanı sındırmaq planı idi. Əziz izləyicilər, söhbətimizin davamını telefon bağlantısından sonra davam etdirəcəyik. Buyurun, Sayın İshak Kılınç, Türkiye'den. Salam arz ediyoruz hizmetinize. Buyurun, dinleyirik sizi. Programımıza hoş geldiniz. Hoş bulduk. Buyurun, ziyaret edin. Hocam? Sağ olun, Allah razı olsun. Siz necəsiniz? Çok şükür, Allah razı olsun. Bizim bir arzumuz var sizin. Buyurun, dinləyirik sizi. İmam Hüseynin bayrağına bizim adımızı yazasınız da. İnşallah. Buyurun, ziyaret edin Seyyid-i Şühədə əleyhissalamı və sonda adlarınızı, isminizi bu müqəddəs bayrağın üzərinə də yazarıq. Buyurun, dinləyirik sizi. Olsun. 2 gün sonra mən ailəm Kərbələyə gələcək. İnşallah. Aha, inşallah Allah'ın izniyle orada dua da tökecek. İmam Hüseyin'e bizden tərəf selam yollayarsınız. Şimdi siz canlı bağlantıdasınız. Hal-hazırda bu canlı bağlantıdan, bu mənəvi fəzadan özünüz də salam verə bilərsiniz. Buyurun, sizlərə bir kömək olaraq, sizlər tərəfindən niyabət qəsdi olaraq biz ilk öncə sallallahu aleyk ya Əbə Abdillah deyirik və siz də buyurun davamını söyləyin. Esselamu aleyke ya Əbə Abdillahil Hüseyin. Ve ala Ali ibn Hüseyin ve ala avladil Hüseyin ve ala ashabil Hüseyin. Allah ziyarətinizi qəbul etsin. İshak Bey, sizdən bir ricamız var. Olur da lütfedib də bu alaka numarasını bildiyiniz arkadaşlarınıza, dostalışlarınıza ilətin və hal-hazırda canlı yayım devam edir və canlı yayıma qoşularaq numaranı siz tərəfinizdən, İshak Bey tərəfindən verildiyini bizlərə söyləsinlər və bizlər bundan çox məmnunluq duyarıq. Allah sizdən razı olsun və ekibimiz adına da sizə təşəkkür ederiz. Ben teşekkür ederim. Adınızı, isminizi yazıram. Olsun. İsminiz yazıldı. Buyurun əziz izləyicilər, zənglərinizi bu müqəddəs fəzadan gözləməkdəyik. Hal-hazırda yenə Molla Rəsul Türkmani qardaşımıza dönüş edirik və onun reportajınızı xidmətinizə təqdim edirik. Buyurun, birlikdə izləyək. Muhammedin və Ali Muhammed, əziz muhtaminlər və bizi izləyən yeniden dönəğin, baxağın bizim bu mübarək kanalın binayəsində nələr var, nələr eylirlər sizi için bu arkadaşlar ki bunlar asıl sizlərə yaxın eyləsinlər. Bəli, bizim burada binayəmizin üstündə, damında ki ağanın
Bir daha Allah'ın selamı, salavatı olsun. Bütün bizi izleyen əziz izləyicilərimizə və Molla Rəsul Türkməni qardaşımıza da təqdim etdiyi reportajından dolayı təşəkkür edirik. Və bugünümüzün söhbətimizin ardından yenə davam etmək istəyirik ki, söylədiyimiz kimi Həzrəti Xədicə Salamullah Aleyhanın isarından, İslam dininə olan xidmətindən daha ətraflı bir məlumat olaraq Şeybə Əbu Talib bəhsini davam edirəm. İslamın o günkü ayaqda qalması məhz Xədicənin Salamullah Aleyhanın sərvəti ilə mümkün oldu. O varlı idi, amma var dövlətini özünə qalxan etmədi. Onu İslama sipər etdi. Bütün var dövlətini İslam yolunda xərclədi. Peyğəmbər sallallahu aleyhi və aleyh buyurur, İslam iki şeylə ayaqda qaldı. Əbu Talibin himayəsi və Xədicənin sərvəti. Hal-hazırda Molla Rəsul qardaşımız bağlantıdadır. Buyurun, reportajınızı təqdim edin. Biz sonra söhbətimizə davam edək. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Aziz, muhterem analar, babalar, bacılar, kardeşler, dünyanın muhtelif yerinden bizleri izleyenlere diyerek çok kusurumuz affeleyin. Bir az müşkilimiz oldu buradaki internet vasıtasıyla ki bizler sizlerden birkaç dakika uzak olduk. İnşallah Teala dönağın sizlere anladığın ki, sizlere bilintirağın ki bizim burada ne eğilirik sizler için, bu kardeşler neler eğilirler sizler için buradan ki sizin hizmetinizde olsunlar. O kimseler ki bana söylediler ağanın, İmam Hüseyin Aleyhisselam'ın Kerbela'nın azanın biz bu kanal vasıtasıyla eşidiyoruz. O da sizlere istenen bilintirim ki buradan ağanın merkezi, ağanın kümbəti buradan ne şekil görükür. Ve ağa Ebu Abdullah Hüseyin Aleyhisselam ve kardeşi ağa Ebel Fadl Abbas Aleyhisselam. Bu binaya, bu defter kanalın mübarek binayası sizin hizmetinizdedir. Daimen ki Allah Teala sizleri muvaffak eylediyse, nasibinizden olduysa inşallah Teala gelendeyiz Kerbela'ya. Bu binayanın kapısı açıktır daimi sizleri gözlüyor. Sizleri yürekten gözlüyoruz. Sizleri istirik görəğin buradaki el ele verəğin beraber ki hatta ki bu kanal daimi kalsın. Hatta ki bu güzel yer daimi kalsın sizlerin hizmetinizde olsun. İnşallah Teala hepiniz bizimle abone olasınız ve bizimle iştirak eyleyəsiniz, el ele verəsiniz. Hatta bu güzel makandan, bu güzel yerden daimen sizin hizmetinizde olağın. Allah Teala bizleri sizleri ve muvaffak eylesin. Hatta bu hizmeden uzak olmayağın. İmam Hüseyin Aleyhisselam'ın sevenlerinin hizmetinde olağın. İmam Hüseyin Aleyhisselam'ın zairine hizmet eyleyağın. İnşallah Teala o da İmam Hüseyin Aleyhisselam'ın bereketindendir ki biz bu yerde sizlere hizmet eylerik. İmam Hüseyin Aleyhisselam'ın bereketindendir ki Allah Teala bizi bu yolda koyup hatta ki bu yoldan uzak eylemeyip bizi hatta zairlere hizmet eyleyağın. İnşallah Teala sizler de muvaffak olasınız, müşterik olasınız, ittisal eyleyəsiniz, nezirlerinizi ulaştırarak Kerbela'ya. İstediğim odur ki biləsiniz bizim binayemiz dönem diyelim bir de 151 adım ağa İmam Hüseyin Aleyhisselam'dan uzaqdır. Yani biz dediğimiz kimi ağanın kinarındayıq inşallah Teala ve siz de gəlsəyiz, sizleri getirik bura görəsiniz. Buradan bu güzel yerden belə görürsünüz inşallah təsvirdə cennet yeridir. Kerbela yeri inşallah Teala. Allah'tan isterik bizleri ve sizleri muvaffak eylesin. Çok sağ olasınız. Dönəğin bir de hanım Zeynep'e baxağın ne söyler ve hizmetinizde olan inşallah Teala. Bir daha Allahın selamı olsun bütün Türk telli soydaşlarımızın və əziz izləyicilərimizin üzərinə və dəyərli arkadaşımız və demək olar ki, Quran qarisi olan Molla Rəsul Türkməni qardaşımıza təşəkkür edirik röportajından dolayı. Çox gözəl mənzərə idi, çox gözəl görüntü idi.
Əziz izləyicilər, bildiyimiz kimi Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihin mübarək kəlamı, mübarək lisanı ilə bildirmək istəyirik ki, Həzrət buyurmuşdur, İslam iki şeylə ayaqda qaldı. Biri Əbu Talib əleyhisselamın himayəsi ilə, ikincisi isə Xədicə Kübra salamullahi aleyhanın sərvəti ilə. Bu cümlə tarixə yazılan bir həqiqətdir. Çoxları da bu həqiqəti bilirsiniz. Yenə bağlantımız var. Buyurun, dinləyirik sizi. Süleymanov Cahangir qardaşımız, buyurun dinləyirik sizi. 14.000 abunəçi proqramına xoş gəldiniz. Bəli. Mən də ki, Kərbəlayı Cahangir, səlamımı söyləyin orada. Aleykümselam və rəhmətullah. İmam Hüseyin əleyhisselam. Onlara, bizim evimizdən səlamımız olsun onlara. Buyurun ziyarət edin Seyid-i Şühəda əleyhisselamı. Canlı bağlantıdasınız və bütün Türk dilli soydaşlarımız, bütün dünya üzrə olan Türk dilli soydaşlar səsinizi eşitməkdədir və bu müqəddəs fəzada huzur tapan mələklər də sizlərin gözəl niyyətlərinizə, gözəl dualarına inşallah ki, amin deyər. Buyurun ziyarət edin. Bizim də səlamımızı söyləyəsin Əvvəlfaz ağaya, İmam Hüseyin ağaya. İmam Həzrət Əli əleyhisselama səlamımız olsun, evimizin, ailəmizin. Süleyman qardaş, canlı bağlantıda Həzrət Seyid-i Şühəda əleyhisselamın mübarək günbədini görürsünüzmü, hərəmini görürsünüzmü? Mən görürəm, xanım söyləyir, xanım danışır. Bəli, çox gözəl. Amma sizdən bir ricamız var, orada əlaqə nömrəsi var. O əlaqə nömrəsini dost-tanışlarınıza göndərə bilərsinizmi və onlardan rica edə bilərsinizmi ki, hal-hazırda canlı yayıma qoşulsunlar və üzv olsunlar 14.000 abunəçi proqramına. Bu işi görə bilərsinizmi? Seyid-i Şühəda əleyhisselama xatir. Verərəm də, bir neçə adamlara verə bilərəm. Biz sizin onda siz tərəfdən gələn zəngləri gözləməkdəyik. İstəyirik ki, elə olsun ki, söyləsinlər, zəng edib söyləsinlər ki, bunu bizə Süleyman qardaşımız verdi. Yəni, biz bunu istəyirik. Buyurun, bir daha ziyarət edin. Xidmətinizdə varıq. Mən söyləyərəm, ulan söyləyərəm. Söyləyərəm bir neçə. Sizi abunə etdik. İnşallah infaqlarınızı, iyanələrinizi lazımi orqanlara təqdim edərsiniz və biz də sizin adınızı bu müqəddəs bayraq üzərinə yazırıq. Hal-hazırda yazırıq. Yaxşı. Mən də verərəm bir neçə adamlara nömrəmi. Salam göndərsinlər. Olar? Əziz qardaşımızın ismi yazıldı və digər izləyicilərimizdə də istəyirlərsə buyursunlar, zəng etsinlər, abunəçi olsunlar, üzv olsunlar və 14.000 abunə proqramına dəstəkçi olsunlar və bizim də əlimizdən gələn xidmətlərimiz ki, sizin salamlarınızı, dualarınızı bu müqəddəs fəzadan Seyid-i Şühəda əleyhisselamın mübarək hərəmində dua edək, niyyət edək və burada huzur tapan mələklər də bizim dualarımıza və sizin dualarınıza amin desinlər. İnşallah hər kəs öz arzusuna, öz diləyinə nail olsun inşallah və daim haqqın bərpası üçün, haqqın dəstəyi üçün bərqərar olasınız və bərqərar olaq. Allah Teala bizləri Muhammed və Ali Muhammedin yolundan ayrı salmasın və daim onlarla məşhur etsin və daim haqqı dəstəkləməyi, haqqı söyləməyi bizlərə nəsib etsin və sizlərə nəsib etsin inşallah. Bildiyimiz kimi İslam iki şeylə ayaqda qaldı. Biri Həzrəti Əbu Talib əleyhisselamın dəstəyi, himayəsi ilə və digər isə Həzrəti Xədicə salamullahi aleyhanın sərvəti ilə. O sərvəti öz şəxsi mənafeyi üçün əsla xərcləmədi. O, bu sərvəti İslamın bərqərarı üçün, İslamın bərpası üçün, İslamın ayaqda durması üçün sipər etdi. Necə ki, bütün əhl-i beytlər, bütün imamlar ömürlərini yalnız bu yolda Allahın haqq dininin qorunub saxlanmasında fəda edirlər. Necə ki, Seyid-i Şühəda əleyhisselam da bildiyimiz kimi öz bütün malını, varını, varlığını, canını, övladlarını İslamın dirçəlişi, İshaq
İslamın bərqərar olması və batil üzərində qələbəsi yolunda nisar etdi, infaq etdi. Və bugün biz əgər əgər İslamı, Əhl-i Beyti, namazı, orucu və haqqı batili bir-birindən ayırt edib tanıyırıqsa və biliriksə, bunu məhz Seyyid-i Şühəda əleyhisselama borcluyuq, Əhl-i Beytə borcluyuq. Bu nədənlə biz də bu yolun davamçıları ola bilərik və bu da bizlər üçün bir imtahandır və hər birinizə səslənirik ki, bugün bu müqəddəs fəzanı, bu gördüyünüz bu fəzanı daim görmək üçün bu şəbəkəni yaşatmaya çalışaq. Minlərlə tele şəbəkələr var, minlərlə sosial şəbəkələrdə paylaşımlar var. Yalnız bu yeganə Şiə kanalıdır ki, məzhəbi bir kanaldır ki, bəs bu müqəddəs fəzanı həm göstərməklə və buradan yalnız bu tribundan haqq kəlamlar söyləməklə İslamın davamına, haqq dinin bərpasına və Əhl-i Beytin maariflənməsinin, işıqlanmasına xidmət edir. Bu elə bir yeganə bir telişəbəkədir ki, heç bir dövlətdən, heç bir müəssisədən, heç bir orqandan asılı deyil. Yalnız siz qeyrətli mömin şiələrin infaqları, dəstəyi, himayəsi sayəsində ayaqda durur. Himayələrinizi, dəstəyinizi əsirgəməyin. Haqqın səsinin susmasına izin verməyin. Yenə bağlantımız var. Buyurun, salam ərz edirik xidmətinizə. Türkiyədən Zeynəb Qılınc xanım. Buyurun, dinləyirik sizi. Selamun aleyküm, axşamınız xeyir inşallah. Sizə də hayırlı axşamlar. Buyurun, ziyarət edin Seyyid-i Şühəda əleyhisselamı. Mən İshak Qılıcın ablasıyam, varisiyam, bağlandım az öncə. O nömrəni ondan aldım. Çox gözəl, çox şad olduq. Təşəkkür edirik. Qılınc Qabəyə də təşəkkür edirik ki, sizləri bu numarayı sizlərə verməklə sizləri yönləndirdi və siz də bir yeni abunəçi olaraq, üzv olaraq bu programa qoşuldunuz. Çox bizləri məsud etdiniz. Buyurun, ziyarət edin Seyyid-i Şühəda əleyhisselamı. İnşallah iki gün sonra İmam Hüseyin əleyhisselamın zuvarıyıq. İmam Hüseyin əleyhisselamın, Həzrəti Əbəlfəz əleyhisselamın, İmam Zeynəl Abidin əleyhisselamın təvəllüdündə inşallah Kərbəlada olacaq. İnşallah. Sizə də dualarınızda yad eləyin inşallah. Mən İmam Hüseyin əleyhisselama bir selam göndərmək istəyirəm. Hazreti Əbəlfəz əleyhisselama selam göndərmək istəyirəm. Buyurun, canlı bağlantıdasınız. Buyurun, dinləyirik sizi. Esselamu aleykə ya Əbə Abdillahil Hüseyin əleyhisselam. Esselamu aleykə ya Əbəlfəzil Abbas. Selam olsun bizdən sizə ağacan. Bizdə bu can bədəndə olduğu müddətcə bizdən hər gün sizə selam olsun. İstəyirik ki, biz də adımızı İmam Hüseyin əleyhisselamın bayrağına adımızı yazdıraq. Mənim annemin də adını, balamın da adını oraya yaza bilərsiniz. Bəli, böyük məmnuniyyətlə yazarıq. Buyurun, söyləyin. Mənim annemin adı Zahidə Qılıc, balamın adı da Əbəlfəz Qılıc. Əbəlfəz ağanın mənə hədiyyəsi idi. Mən Kərbəlaya ilk gələndə Həzrəti Əbəlfəz ağadan Babel Həvaçdən istəmiş idim ki, o da mənə bir bala nəsib elədi. Adını qoydum Əbəlfəz. İndi də ağam Əbəlfəzin hərəminə ziyarətə gətirəcəm inşallah. İnşallah. Allah korusun, Allah mühafizə etsin. Çox məsud oldum. İsminizi yazıram. Hər kimin də nə hacəti varsa, mən əminəm ki, Hazreti Əbəlfəz Babel Həvaişdir, Qaməri Bəni Haşimdir. Yəni, ona gedən əli boş geri qaytarmır. Hər kəs kim nə hacət istəyirsə, yapışsın ağam Əbəlfəzin ətəyindən tutsun ki, əminəm ki, o da geri çevirməyəcək. Bugünkü gündə İmam Hüseyin Kazım əleyhisselamın şəhadət günləridir. Allah hər kim nə istəyirsə hacətlərini ağam Əbəlfəz Əli ilə versin inşallah. Ablacığım, isminiz və söylədiyiniz isimlər bu mübarək bayrağın üzərinə yazıldı. Allah Taala sizi arzularınızı inayət etsin sizlərə və
abunəçi oldunuz və bu abunəçini üzv olmağınız da mübarək olsun inşallah və davamlı olsun. Sizdən çox rica edərik ki, inşallah. davamlı Ömrünüzdə olaraq hər şey Zəhra belə TV-yə verəcəyəm dəstəkçi Allah. olun lütfən. Ekip arkadaşlarımız sizə lazımi məlumatları ulaşdıracaqlar. İnşallah nəzir və bağışlarınızı, Hüseyni Nəzir adaqlarınızı da teli şəbəkəyə ilətə bilərsiniz. İnşallah onlar sizlərlə əlaqədar olacaqlar. Bir daha təşəkkür edirik. Abunəliyiniz mübarək olsun. Sağ olun. Bəli, əziz izləyicilər, demək ki, bir müminin malı, bir müminin yəni dəstəyi, 1000 minbərdən, bəzən 1000 xütbədən daha əfsəldir, daha təsirlidir və daha qalıcıdır və həm özünə, həm bu dünyasına böyük bir dəstəkdir. Quran və hədis işığında da maddi dəstəyin dəyəri barəsində də danışmaq istəyirəm ki, əziz izləyicilər, Allah Taala buyurur: mallarını Allah yolunda xərcləyənlərin misalı 7 sümbülün bitirən bir dənə kimidir. Bəqərə surəsi 261-ci ayə. Bu ayə deyir ki, sən verdiyini əsla itirmirsən. Sən verdiyini daha da çoxaldırsan. Ona görə ona bir sümbülün misalını vurur. Necə ki, bir dənəni, buğda dənəsini əkirik, amma bir sümbüldə neçə dənə bizlərə Allah Taala bərəkəti, öz bərəkəti ilə inayət edir. Mal da öylədir. Bugün bu edilən infaq, edilən bağış yarın sizlər üçün axirət savablarına dönüşür. Bunları biz Əhl-i Beyt marifindən, İslam marifindən hər biriniz bilirsiniz. Amma yalnız biz bir xatırlatma olaraq bir daha xidmətinizə ərz etmək istədik. Başqa bir ayədə də sevdiyiniz şeylərdən xərcləmədikcə yaxşılığa çatmazsınız. Yəni, Ali İmran surəsi 92-ci ayədə Allah Teala buyurur ki, insan yalnız sevdiyi şeylərdən əta etməklə, bağışlamaqla, mənsub olduğu şeyləri bağışlamaqla, Allah yolunda qürbətən illallah, sidqi niyyətlə əta etdikdən sonra o müəyyən bir məqama, müəyyən bir hədəfə ulaşır. Yəni, əta etdiyiniz bu bağışlar, bu adaqlar, bu Hüseyni nəzirlər, sizlər onları niyyət qəsdi ilə, qürbətən illallah niyyət qəsdi ilə edin ki, Allah Teala onun 1000 mislini, 1000 bərabərini sizlərə əta etsin. Hal-hazırda digər bir bağlantımız var. Sara xanım Fərzullayeva, buyurun Azərbaycandan proqramınıza xoş gəldiniz. Xoş, salam aleykum. Aleykümselam və rəhmətullah. Buyurun, səsiniz Kərbəlada. Buyurun, dinləyirik sizi. Narahat eləyəm. Narahat deyil, çox xoşdur, çox rəhmətdir bizlərə. Allah razı olsun. Şəhid Zadanın anası Sara xanım. Allah bütün şəhidlərimizi rəhmət etsin və məzarları nurla dolsun inşallah və Əhl-i Beytlə məşhur olsunlar. İnşallah. Sizdən çox rica edirəm. Hal-hazırda şəhidin qardaşı Əhməd hazırda arxolog xəstədir. Sizdən dua Allah Teala ona bihaqqı Seyyid-i Şühədə əleyhissalama xatir acil şifalar əta etsin. Bu müqəddəs fəzada sizlər üçün duacıyıq və sizin niyyətinizə də qoşularaq amin deyirik. Amin. Buyurun, siz də ziyarət edin, dualarınızı söyləyin. Çox canlı bağlantıdasınız və bu canlı bağlantıda hüzur bulan, bu mübarək fəzada hüzur bulan mələklər də sizlərin dualarınıza amin söyləsin. Buyurun, ziyarət edin. Amin inşallah. Allah bütün imtahanlardan bizi üzaq çıxarsın. İnşallah ki, Allah bütün xəstələrimizə şifa versin. Mənim Əhmədim də onların içində. Allah bizləri Əhl-i Beytdən ayrı salmasın. Xanım Zəhra yolun gedənlərdən olar. İnşallah ki, İlahi amin. Şəhidlərimizin ruhunun daim bizlərə duası qərar versin. Allah bizlərə də şəhid kimi yaşamayı nəsib eləsin inşallah. İlahi amin. Hal-hazırda oğlumla xəstəxanadayam. Əməliyyat olub bu dəqiqə. Allaha and vermişəm onun öylüyünə. Əhmədimin öz cavanlığına ona şifa versin. Şifa istəyirəm Allahdan bütün xəstələrə. Sizlər də çox sağ olun. Bizi qəbul elədiniz. Əhmədim üçün dua eləyərsiniz, sizlər də xahiş edirəm.
Gözümüz üstə biz daim sizlər üçün, siz əziz möminlər üçün duaçıyıq. Bildiyiniz kimi Seyyid-i Şühədə əleyhissalamın bu müqəddəs fəzasında Allah Taala'nın qərar verdiyi məxluqları vardır ki, mələklər vardır ki, onlar bütün bu müqəddəs fəzada ziyarət edən və dua edənlərin dualarına amin deyirlər. Biz o hədisə istinadən söyləyirik ki, siz çox canlı bağlantıya qoşulmusunuz və bu dəqiqələr çox mübarək anlardır, çox mübarək dəqiqələrdir və bunu öz xeyrinizə dəyərləndirin və biz də sizin xəstələriniz üçün şifa diləyirik, səhhət, salamatçılıq diləyirik. Allah Taala heç bir daha sizə bu qəm-qüssəni yaşatmasın. İnşallah bi haqqı Seyyid-i Şühədə, bi haqqı Həzrəti Fatimə-i Zəhra salamullah əleyhəyə qarşı tezliklə xəstəxanadan azad olasınız, rahat olasınız və şifaya, aramlığa, huzura qovuşasınız inşallah və canı dildən amin deyirik. Amin deyirik. Amin. Nəzirlərinizi də, dəstəyinizi də bu tele şəbəkədən əsirgəməyin. Ekip arkadaşlarımız sizlərlə əlaqədar olacaqlar. O nədənlə də sizlərə lazımi bilgiləri verəcəklər. İnşallah. Allah sizdən razı olsun. Bir daha təşəkkür edirik zənginizə görə. Çox xoş oldu bizlərə. Sağ olun. Sara xanım Hüseynova. Adınızı da bu mübarək bayrağın üzərinə yazıram. Sara xanım Hüseynova şəhid anası adını da yazdıq bu mübarək bayrağın üzərinə. Allah Taala inşallah onun xəstəsinə də şifa versin və onun timsalında olan bütün xəstələrə şifa versin, səhhət və salamatçılıq versin inşallah. Bəli, əziz izləyicilərimiz, növbəti bağlantıya qədər yenə Həzrəti Xədicə səlamullah əleyhanın isarından, infaqından, mərhəmətindən, böyüklüyündən söhbət etmək istəyirəm. Xədicə Kübra səlamullah əleyhan bildiyiniz kimi varını, sərvətini infaq etdi. Biz isə bugün ən rahat şəkildə əta edə biləcəyimiz şeyləri bəzən əsirgəyirik. Axirət saadətinə olur, həm də bəzən şeytan vəsvəsəsi buna mane olur. Bu xüsusda şeytan biz kimi İmam Sadiq əleyhissalam buyurur. Möminin möminə ehtiyacın ödənməsi Kəbənin 70 dəfə təvaf etməkdən daha üstündür. Yəni möminin möminə dəstəyi, möminin möminə arxa çıxması daha ziyarət edilmiş Kəbənin savabından daha üstündür. Bu o demək deyil ki, biz Kəbəni savabını, əzəmətini kölgədə qoymaq istəyirik. Yox, əsla bu belə deyildir. O nədənlə hədisdə olduğu kimi sadəcə bir işarə etmək istəyirik ki, yəni xidmət etmək, əl tutmaq, yardımlaşmaq, paylaşmaq, infaq etmək. Bunun da gözəl bir savabları vardır. Növbəti bağlantımız var. Buyurun, salam ərz edirik. Nazilə xanım Hüseynova, buyurun, dinləyirik sizi. Salam aleyküm. Aleykümselam və rəhmətullah, verilişimizə xoş gəldiniz. Buyurun, Seyyid-i Şühədə əleyhissalamı ziyarət edin. Salam olsun ağamız Hüseynə. Salam olsun ağamız Əbəlfəz ağamıza. Salam olsun 14 məsuma Fatmə Zəhra xanıma. Salam olsun Peyğəmbərimiz Salavatullahə əleyhissalama. Salam olsun. Hanım, mən Əyyam-ı Fatimədə mən Allahdan dua istədim. Dedim, ilahə, yəni bir iş olsun ki, bir Fatmə Zəhra xanımı o vaxtda onun səsinə səs verməmişik də, o zaman olmamışıq. Bu zaman elə bir iş olsun ki, yəni bizim də bir zərrəcik qədər nəysə bir şey olsun da, yəni. İlahiyə Allaha qurban olun. Yəni biz nəçkarıyıq ki, Allah Taala bu kanalı həmişə ayaqda durğuzsun, həmişə baxımlı olsun, həmişə. Çox sağ olun, Allah ziyarətinizi qəbul etsin. Baxımlı olsun inşallah, Allahın köməkliyi ilə Fatmə Zəhra xanımın hörmətinə bizim də adımızı o Manten ağanın bayrağına yazın xanım, sizdən məmnuniyyətlə yazaram. Adım Samaləni də.
İnşallah. Sizin Bacım niyyətinizə Samarya'nı da. sizin niyyətinizə Kəmalə xanımın da adını yazaram. Hal-hazırda digər bir bağlantımız da var. Ona keçid edək və sizlərin adlarınızı list olaraq bir anda eyni saat dəqiqədə bayraq üzərinə yazaram. İnşallah biz abunə olmuşuq inşallah hər zaman. Allahın köməyinin hər ayda. Allah abunəliyinizi nəzir edəcək inşallah. çox sağ olun Allahın köməyi ilə. dəstəyinizə görə, abunə olduğunuza görə Allah sizdən qəbul etsin bu gözəl niyyətinizi. Bir daha zəngə görə təşəkkür edirik. Lütfən bu ekranda gördüyünüz nömrəni digər tanışlarınıza da ilətin. Hal-hazırda Müqəddəs Kərbəlada zənglərinizi gözləməkdəyik. İnşallah. Adınızı da yazaram, Allahın arxayın olun. köməyi ilə İnşallah. Sağ olun. Qəbul eləsin, harcasın. Hacətin biz də onun içində inşallah. Çox sağ olun Nazilə xanım. Sağ olun. Tamam. Digər bir bağlantıya keçid edirik. Buyurun, səsiniz Kərbəlada. Təəssüflər olsun, əlaqə yaranmadı. O nədənlə Nazilə xanımın adını müqəddəs bayrağın üzərinə yazıram. Allah ziyarətinizi qəbul etsin. Allah qəlbinizdəki arzu diləklərinizə nail etsin. Nazilə xanımın adını da və söylədiyi digər əzizimizin adını da bu mübarək bayrağın üzərinə yazdıq. Növbəti bağlantıya qədər yenə bəhsimizi davam etmək istəyirəm. Əzizlərim, Şeyb Əbi Talib əleyhissalam bitməyib. Sadəcə formasını dəyişib. Bugün Haqq Media blokada altındadır. Haqq Media işıq üzü görməmək təhlükəsi ilə qarşı-qarşıyadır. Dini söz məsuliyyətsiz susturulmaq istəyir. Dini söz maliyyəsiz susturulmaq istəyir. İman resurssuz qoyulmaq, zəiflədilmək istənilir. 14.000 abunə ləihəsi nədir? Bu Şeyb Əbu Talibdən çıxan fəryadın bugünkü səsidir. Bu Xədicə yolunun müasir formasıdır. Bugün biz Xədicə ola bilərik. Az da olsa imanın davamına pay verə bilərik. Bugün az da olsa dəstəkçi, abunəçi ola bilərik. Bu süfrədə payımız ola bilər. Bağlantımız yarandı. Buyurun, dinləyirik sizi. Türkiye'den Barkay Bey. Buyurun, dinləyirik sizi. Hoş geldiniz canlı yayıma. Hoş bulduk, sağ olun, teşekkür ederim. Ben Türkiye'den arıyorum. Çok hoş oldu bize, çok mesut olduk. Bizi mesut ettiniz, Allah yardımcınız olsun. Abone Çok sağ olun, oldunuz inşallah mu? sizin. Abone? Evet. Yok, daha olmadım, hayır. Ama inşallah olacağız. Numaranızı İshak Kılıç'tan aldık. Çok güzel. İshak Bey'e de teşekkür ederiz. Evet. Ettiği bu lütften, bu merhametten dolayı çok mesut oldunuz. Buyurun, Seyyid-i Şuhada aleyhisselamı bu canlı yayımdan ziyaret edin. Efir sizindir. Esselamu aleyke yebne Resulullah. Esselamu aleyke yebne Hatice'tul Kubra. Esselamu aleyke yebne Emirel Mu'minin. Esselamu aleyke yebne Fatıma-tı Zehra. Ya Mevlay, ya Seyyidi, ya Ba Abdullah Hüseyin. Təəssüflər olsun, əlaqə bağlantısı kəsildi. Berkay Bey Tüngüçlü Türkiye'den isminizi bu mübarək bayrağın üzərinə yazıram. Çok sağ olun, çok teşekkür ederim. İsminizi Berkay Bey Tüngüçlü Türkiye'den teşekkür edirik. İshak Bey'e de teşekkür edirik yönettiğinden dolayı. Çok sağ olun, çok İsminizi teşekkür de ederim. yazdık bayrağa. Allah ziyaretinizi de kabul etsin. Çok teşekkür ederim. Çok sağ olun. İmam Musa Kazım Aleyhisselam Efendimizin şehadet günlerindeyiz. Allah zamanımızın imamı İmam Mehdi Aleyhisselam'a ve tüm Ehl-i Beyt şialarına başsağlığı olsun.
İnşallah Allah bütün ziyaretlerinizi, dualarınızı kabul etsin ve sizlere de bu müqəddəs fəzanı ziyaret etmeyi nasip etsin. Ve biz de aynı zamanda 2 gün sonra inşallah Beynül Haremeyn'deyiz. İnşallah İmam Hüseyin Efendimizin haremindeyiz. Ziyaretine göreceğiz inşallah. İnşallah. Berkay Bey, sizden ricamız budur ki siz de İshak Bey gibi lütfedip de bu numaranı paylaşabilirsiniz mi? Lütfedip de eğer paylaşırsınızsa çok memnun oluruz. Allah sizden razı olsun. Ve biz de isterik ki söylesinler ki Berkay Bey bu numaranı bize verdi ve halihazırda canlı yayında zənglərinizi gözləməkdəyik. Büyük bir memnuniyetle Allah Maalesef əlaqə kəsildi. Söylediğimiz kimi verilişimizin son dəqiqələrinə az qalıb və mən bəhsimi bitirmək istəyirəm. Söylediğimiz kimi bugün biz hər birimiz Xədicə Kübra salamullahi aleyha kimi ola bilərik və bu yolu davam etdirə bilərik və bu yolu yaşada bilərik. Yetər ki iradə edək və canı dildən istəyək və Allahdan da diləyək ki bizi bu yolda müvəffəq etsin. Az da olsa imanın davamına pay verə bilərik. Haqq sözünün boğulmamasına səbəb ola bilərik. Ey bu səsi eşidən mömin, bəlkə sənin verdiyin bir yayımı yaşadacaq, davamına fayda verəcək. Bir gəncin qəlbini oyadacaq və iman nurunu qəlbində oyadacaq. Bir Allah bəndəsinin hidayətinə səbəb ola biləcək. Bir teli şəbəkənin dilindən eşitdiyiniz dualar və Quran surələri, bəlkə də bir dərdli insanın aramlıq, huzur tapmasına səbəb olacaq. Bəzən eşidilən Quran ayələri qəlbə çox şifa olur. Eşidilən dualar qəlbə çox şifa olur. Qəlbə huzur və aramlıq gətirir. Bu səsin sönməsinə izin verməyin. Bu telekanalın davamlı olmasına dəstəkçi olun, abunəçi olun, üzv olun və əlaqə nömrələri paylaşın. Arkadaşlarınıza tövsiyə edin, dostlarınıza tövsiyə edin ki, abunəçi olsunlar, zəng etsinlər və dəstəkçi olsunlar. Bugün düşünürmüsünüz ki, Xədicə salamullahi aleyha bizə baxmırmı? Telefon xətti açıqdır, zəng edin, abunəçi olun, 14.000 abunə layihəsinə qoşulun və dəstəkçi olun və bu dəstəyiniz də davamlı olsun. Bu sadəcə abunə və üzv olmaq məsələsi deyil, bu Şeyx Əbu Talibdən çıxmaq üçün atılan böyük bir addımdır. Allah yolunda verilən, əta olunan və infaq olunan heç nə itməz. İtən isə yalnız verilməyən, dəyərləndirilməyən bir fürsətdir. Vaxt və zaman bu an sizlərin xeyrinizə işləyir. Lakin bir neçə dəqiqə sonra bu fürsəti bir daha olmaya bilər. Fürsəti xeyrinizə dəyərləndirin. İlahi, bizə Xədicə salamullahi aleyhanın yolunun davamçılarından et. Malınızı, imanınıza maniyə deyil, Allaha xidmətçi qərar ver. Sallallahu aleyki ya Əbu Abdillah, sallallahu aleyki ya Həzrəti Fatimətü salamullahi aleyha. Bununla da bize ayrılan vaxt sona yetdi. Sağ olun, sağlıqla qalın. Allah amanında olun. Ləbbeyke ya Hüseyin. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve əccəl fərəcəhum. Ləbbeyke ya İmam Mehdi sahibəz zaman. Günümüz dünyasında medya ve sosyal ağların çocuklarımızın dini kimliğini ve imanını hedef aldığı bir ortamda Zehra TV güvenilir bir medya kuruluşu olarak ailelerin yanında yer alır. Dini terbiye için, iman ve maneviyatın güçlenmesi için Kur'an ve Ehl-i Beyt ekseninde. 14.000 üyeli kulübümüze aylık üyelikle bu küresel medyanın istikrarına ve sürekliliğine destekte bulunur. Bu bir harcama olarak değildir. Aydınlık bir geleceğin inşasına bilinçli ve sürekli bir ortaklıktır. Şimdi bu nura siz de katılın. İsmin ve soy isminizi yazın ve 14.000 üyeler kulübünün yeni üyesi siz olun.